Qarabağda mövsümüdür deyib sobanın üstündə göy kətəsi hazırladı. Adət-ənənəyə görə bir neçə xanım yığışar, biri yayar, biri hazırlayar, biri isə sobanın üstündə çevirər. Mən də adət-ənənəyə sadiq qalaraq ləvazimatları götürüb getdim qonşumuz. Beləcə göy qutabını yavaş-yavaş hazırlamağa başladıq. Göy kətəsi Qarabağlıların ən sevimli yeməklərindən biridir. Ən böyük sevgi ilə həmçinin birliklə hazırlanan yeməklərdəndir. Bəzi bölgələrdə qutab deyilsə də Qarabağlılar buna kətə deyir. Bəs siz necə? Qutab deyirsiniz ya kətə? Hələ ki havalar soyuq olduğu üçün sobanın üzərində etdik. İnşallah havalar isinsin, çöldə sacın üzərində də hazırlayaq. Qarabağın havası suyu o qədər gözəldir ki, hazırlanan hər bir şey çox dadlı olur. Bu cəhətdən biz Qarabağda yaşadığımız üçün çox şanslıyıq. Göz haqqınızı halal edin, bizə də nuş olsun. Videomuzu bəyəndinizsə bəyənib bu kimi videoların davamı üçün səhifəmizi izləməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.